Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlanmasından 5 il ötür. Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən Vətən müharibəsinin başlandığı günün sentyabrın 27-sinin anım günü kimi tarixləşdirilməsi, qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 27 sentyabr anım günündə ölkəmizin hər yerində olduğu kimi Qusar rayonunda da şəhidlərimizin xatirəsi yad edilib. Anım günündə Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Şəhidlər Xiyabanının ziyarət edilməsi ilə başladı. Sonra şəhid məzarlarının önünə gül dəstələri qoyularaq ruhlarına dualar oxundu. فاذكروني أذكركم واشكروا لي ولا تكفرون يا أيها الذين آمنوا استعينوا بالصبر والصلاة إن الله مع الصابرين. Allah cəmi şəhidlərimizə rəhmət versin. Allah ziyarətinizi qəbul etsin. Ağlamayın ana, ağlamayın. Allah rəhmət eləsin. Şəhidlərin ruhuna ehtiram əlaməti olaraq 130 ədəd müxtəlif növ ağac əkildi. Rayon ərazisində saat 12:00-da ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Feyruz Qayıtmazov, F Production, Qusar.